Deməli, belə bir misal verilib. 4 üstü 2 pi 100 x kilobayt bərabərdir 64 megabayta. Biz burada ilk öncə bilməliyik ki, 1 megabayt bərabərdir 1024 kilobayt və yaxud da 1024-ün yerinə 2 üstü 10 yaza bilərik. 2 üstü 10 kilobayta. Deməli, 1 megabayt 2 üstü 10 kilobaytdır. Elə isə gəlin misalın sol tərəfində olduğu kimi qeyd edək. Yəni 4 üstü 2 pi 100 x kilobayt bərabərdir. Burada isə 64 vurulsun. Deməli, megabaytın yerinə yazacaq 2 üstü 10 kilobayt. Çünki sağda və solda vahidlər eyni olmalıdır. Megabaytdan kilobayta keçdik. Deməli, megabaytın yerinə yazacaq 2 üstü 10 kilobayt. Və burada biz kilobaytları artıq ixtisar edə bilərik. Çünki eyni vahidlərdir. Bunda belə qalır. 4 üstü 2 plus x bərabərdir. 64'ün də yerinə yazacağım. 2 üstü 6. 2 üstü 6 çünki 2'yi 6 dəfə öz-özünə vuranda 64 deyil. 2 üstü 6 vurulsun. 2 üstü 10 da olduğu kimi qeyd elədik. Deməli, burada 4 üstü 2 plus x-in yerinə belə yazmaq olar. 4'ün yerinə yazacağım. 2 üstü 2 üzərində 2 plus x bərabərdir. Biz bilirik ki, vurulanda da üstlər toplanır. 6 ilə 10'u toplayırıq, eləyir 16. Və burada qüvvətin qüvvəti olduğuna görə, tənliyin sol tərəfində, qüvvətin qüvvəti olduğuna görə qüvvətlər bir-birinə vurulacaq. Yazılacaq 2 üstü, bəli 2 vurulacaq 2 plus x-ə. 2'nin də 2 plus x-ə vuranda olacaq. 2'yi vuracaq 2'yə 4. Üzərinə gələk. 2'yi də x-ə vuracaq 2x. Bərabərdir. Deməli, sağ tərəfdə isə 2 üstü 16 olduğu kimi qalacaq. Artıq belə bir tənlik aldıq və burada əsaslar eynidir. Əsaslar eynidirsə, deməli üstlər bərabər olmalıdır. Üstlər bərabər olacaq. Yəni 4 plus 2x-i bərabər edəcəm 16'ya. Çünki əsaslar eynidir. Bu zaman 2x bərabər olacaq 16 çıxılsın 4'ə. Çünki bərabərliyin bir tərəfindən digər tərəfinə ədəd və ya dəyişəni keçirdikdə onun işarəsi əksinə dəyişir. 4 burada müsbət idi, sağ tərəfə keçid oldu mənfi. Deməli 2x bərabər olacaq 16'dan 4 çıxanda 12'yə. X də bərabər olacaq 12 bölünsün 2'yə. Yəni x bərabər olacaq 12 bölünsün 2 6'ya. Və cavabımız olacaq 6. Bizdən də x soruşur. X oldu 6.